بسم الله الرحمن الرحيم بسم الله الرحمن الرحيم الحمد لله رب العالمين والصلاة والسلام على أشرف الأنبياء والمرسلين سيدنا ونبينا ومولانا محمد وعلى آله وأصحابه أجمعين رب اشرح لي صدري ويسر لي أمري واhlul uqdatan min lisani yefqahu qawli. Allah Azze ve Celle'nin sonsuz rəhməti ilə Tövhid və Şirk dininin mücadiləsi adlı silsilə dərslərimizə davam edirik. Və bundan sonra Şeyx Muhammed ibn Abdülvahhab rahiməhullah insanlar ilə bizim aramızda olan ixtilaf haqqında zikr edərək buyurur ki, əgər bizimlə insanlar arasındakı ixtilafın səbəbini soruşsan, biz insanlarla namaz, zəkat, oruc və həc kimi hökmlər barəsində ixtilafa düşmədik. Eyni şəkildə onlarla haramlar mövzusunda da ixtilafa düşmədik. Bizə görə gözəl olan şey onlara görə də gözəldir. Onların yanında çirkin olan şey bizim yanımızda da çirkindir. Lakin fərq bundadır ki, biz gözəl olanla əməl edirik və idarəmiz altında olanları da buna məcbur edirik. Çirkin olandan isə çəkindirir və insanları bu mövzuda ədəbləndiririk. İnsanların bizim barəmizdə qarşı çıxmalarına səbəb olan şey isə Adəm oğullarının əfəndisinə və ondan əvvəlki peyğəmbərlərə qarşı çıxmalarına səbəb olan şeylərin eynisidir. Necə ki Allah Əzzə və Cəllə buyurur ki, hər ümmətə peyğəmbərləri gəldiyi zaman onu yalanladılar. Eyni şəkildə Varaqa bin Nawfəl Peyğəmbər sallallahu aleyhi və səlləmə belə demişdir. Allaha and olsun ki, sənin gətirdiyin şeyi kim gətirmişsə, ona mütləq düşmənçilik edilmişdir. Bizə görə hər şeyin başlanğıcı və əsası ibadəti yalnız Allaha məxsus etməkdir. Deyirik ki, Allahdan başqasına dua edilməz, Allahdan başqasına nəzir adanmaz, Allahdan başqasına qurban kəsilməz, Allahdan qorxulduğu kimi başqasından qorxulmaz. Kim bu əməllərdən birini Allahdan başqasına yönəldərsə, deyərik ki, bu Allahın İnnallâhe lâ yəğfiru ən yüşrəkə bihi. Allah ona şirk qoşanı əsla bağışlamaz dediyi şirkdir. Allah Resulü sallallahu aleyhi və səlləmin vuruşduğu və qanlarını halal gördüyü kafirlər Allahın şəriki olmadan tək başına yaradan olduğuna, fayda verənin, zərər verənin o olduğuna, bütün işləri idarə edənin o olduğuna etiqad edirlər, onu təsdiq edirdilər. Allah Əzzə və Cəllənin öz nəbisinə xitabən buyurduğu bu ayələrə diqqət elə. Allah Əzzə və Cəllə buyurur ki, قُلْ مَنْ يَرْزُقُكُمْ مِنَ السَّمَاءِ وَالْأَرْضِ أَمَّنْ يَمْلِكُ السَّمْعَ وَالْأَبْصَارَ وَمَنْ يُخْرِجُ الْحَيَّ مِنَ الْمَيِّتِ وَيُخْرِجُ الْمَيِّتَ مِنَ الْحَيِّ وَمَنْ يُدَبِّرُ الْأَمْرَ فَسَيَقُولُونَ اللّٰهِ قُلْ أَفَلَا تَتَّقُونَ. De ki, sizə göydən və yerdən ruzi verən kimdir? Qulaqlara və gözlərə hakim olan kimdir? Ölüdən diri çıxaran, diridən də ölü çıxaran kimdir? İşləri yoluna qoyan kimdir? Onlar deyəcəklər ki, Allahdır. De ki, belə olduğu halda Allahdan qorxmursunuzmu? Yunus surəsi 31-ci ayə. Yəni Allah Əzzə və Cəllə buyurur ki, قُلْ مَنْ بِيَدِهِ الْمَلَكُتُ كُلُّ شَيْءٍ وَهُوَ يُجِيرُ وَلَا يُجَارُ عَلَيْهِ إِنْ كُنْتُمْ تَعْلَمُونَ. De ki, əgər bilirsinizsə deyin görüm, hər şeyin hökmü əlində olan, himayə edən, özünün isə himayəyə ehtiyacı olmayan kimdir? Seyəqulun Allah, onlar deyəcəklər ki, Allahdır. Qul fəəntə tusharun. De ki, bəs necə olur ki, aldanırsınız? Müminun surəsi 88-89-cu ayələr. Allah Əzzə və Cəllə kafirlərin çətinlik anında ixlasla özünə dua etdiklərini xəbər verərək buyurmuşdur. فَإِذَا رَكِبُوا فِي الْفُلْكِ دَاعُوا اللّٰهَ مُخْلِصِينَ لَهُ الدِّينَ فَلَمَّنْ نَجَّاهُمْ إِلَى الْبَرِّ إِذَا هُمْ يُشْرِكُونَ. Onlar gəmiyə mindikləri zaman dini yalnız Allaha məxsus edərək ona yalvarırlar. Allah onları xilas edib quruya çıxaran kimi yenə də ona şərik qoşurlar. Ənkəbut surəsi 65-ci ayə. Yəni Allah Əzzə və Cəllə kafirlərin Allahdan qeyrilərinə ibadət edərkən məqsədlərinin şəfaət tələb etmək olduğunu bəyan etmişdir. Zümər surəsinin əvvəlindəki ayələri oxu. Görəcəksən ki, Allah Əzzə və Cəllə bu ayələrdə İslam dinini bəyan etmiş və kafirlərin bütlərə ibadət edərkən məqsədlərini açıqlamışdır. Hədisdə belə deyilir, sahabələrdən biri
gəlin bu münafiqə qarşı Resulullah sallallahu aleyhi və səlləmdən kömək istəyək dedi. Bunun üzərinə Allah Resulü sallallahu aleyhi və səlləm belə buyurdu. Məndən kömək istənməz, kömək yalnız Allahdan istənər. İkinci hədisdə belə nəql olunur. Ümmü Sələmə radiyallahu anhə Peyğəmbər sallallahu aleyhi və səlləmə Həbəşistanda gördüyü bir kilsədən və oradakı şəkillərdən danışdı. Allah Resulü sallallahu aleyhi və səlləm belə buyurdu. Onlardan salih bir adam və ya salih bir qul öldüyü zaman onun qəbrinin üzərinə məscid tikər, içərisinə də şəkillər çəkərdilər. Onlar qiyamət günü Allah qatında məxluqatın ən şərli olanlarıdır. Üçüncü hədisdə Allah Resulü sallallahu aleyhi və səlləm Muaz radiyallahu anhunu Yəmənə vali olaraq göndərərkən ona belə dedi. Sən kitab əhlindən olan bir qövmə gedirsən. Onları dəvət edəcəyin ilk şey Allahdan başqa ilah olmadığına şəhadət etmələri olsun. Əgər bunu qəbul etsələr, onlara bildir ki, Allah hər gün və gecə 5 vaxt namazı onlara fərz etmişdir. Bunu da qəbul etsələr, onlara bildir ki, Allah zənginlərdən alınıb kasıblara veriləcək zəkatı onlara fərz etmişdir. Dördüncü hədis, Muaz radiyallahu anhu belə rəvayət edir. Bir uzun qulağın üstündə Allah Resulü sallallahu aleyhi və səlləmin arxasındaydım. O mənə belə buyurdu. Ey Muaz, Allahın qullar üzərindəki haqqını və qulların Allah üzərindəki haqqını bilirsənmi? Mən dedim, Allah və Resulü daha yaxşı bilir. Allah Resulü sallallahu aleyhi və səlləm buyurdu. Allahın qullar üzərindəki haqqı onun ibadət olunması və ona heç bir şeyi şərik qoşulmamasıdır. Qulların Allah üzərindəki haqqı isə ona heç bir şeyi şərik qoşmayanlara Allahın əzab verməməsidir. Bu mövzuda hədislər sayısız hesabsızdır. Mətnin sonunda belə deyilir. Allah Resulü sallallahu aleyhi və səlləmin daim özündən sonra dinin necə qorunacağını tövsiyə etdiyini görürük. O buyurmuşdur. Sünnəmə və məndən sonra gələcək Raşid xəlifələrin sünnəsinə tabi olun. Onlara möhkəm sarılın. Sonradan ortaya çıxarılan işlərdən uzaq durun. Çünki hər sonradan çıxarılan şey bidətdir və hər bir bidət zəlalətdir, azğınlıqdır. Yəni Allah Resulü sallallahu aleyhi və səlləm belə buyurur. Kim etmədiyimiz bir əmələ edərsə, o rədd olunar. Bunu yaxşı bil ki, hər şeyin başı və əsası, əvvəlindən sonuncusuna qədər bütün peyğəmbərlərin dəvəti heç bir şəriki olmayan Allaha ibadət etməyi əmr etmək və ondan başqa ibadət olunanlardan çəkindirməkdir. Allah Əzzə və Cəllə buyurur ki, وَمَا أَرْسَلْنَ مِنْ قَبْلِكَ مِنْ رُسُلٍ إِلَّا نُوحِيَ إِلَيْهِ أَنَّهُ لَا إِلَهَ إِلَّا أَنَا فَاعْبُدُونَ Səndən əvvəl elə bir elçi göndərməmişik ki, ona məndən başqa ilah yoxdur, mənə ibadət edin deyə vəhy etməyək. Yəni Allah Əzzə və Cəllə buyurur ki, وَلَقَدْ بَأَسْنَا فِي كُلِّ أُمَّةٍ رَسُولًا أَنِ اعْبُدُوا اللَّهَ وَاجْتَنِبُوا الطَّاغُوتَ Biz hər bir ümmətə Allaha ibadət edin və tağutdan uzaq olun, tağutdan çəkinin deyə Peyğəmbər göndərdik. Bil ki, yalnız Allaha aid olan feillər vardır. Eyni ilə qullara aid olan bəzi feillər vardır. Yalnız Allaha aid olan feillər yaratmaq, ruzi vermək, fayda və zərər vermək, işləri idarə etməkdir. Buna nə bir kafir, nə də bir müsəlman əsla qarşı çıxmaz. Qullara aid olan feillər isə ibadətlərdir. Qulun yalnız Allaha dua etməsi, yalnız Allaha nəzir deməsi, yalnız Allaha qurban kəsməsi, tam qəlbi ilə yalnız Allahdan qorxması və yalnız Allaha təvəkkül etməsidir. O halda müsəlman Allahı həm onun feillərində, həm də öz feillərində təkləşdirən kəsdir. Müşrik isə Allaha onun feillərində təkləşdirən, amma öz feillərində şərik qoşan kəsdir. Yəni Allaha xas olan feillər, rububiyyət tövhidi Allaha xasdır. Allahdan başqa yaradan yoxdur, Allahdan başqa ruzi verən yoxdur, Allahdan başqa dirildən, öldürən yoxdur. Bu rububiyyət tövhididir. Rububiyyət tövhidinin tərifi nədir? İfradullahi bi əf'alihi kullihə. Allahı öz feillərində təkləşdirmək. Yəni bunu həm kafirlər, həm müsəlmanlar etiqad edir. Kafirlər belə etiqad edir ki, Allahdan başqa ruzi verən yoxdur, Allahdan başqa yaradan, öldürən yoxdur. Bunu Məkkə müşrikləri təsdiq edirdilər. Onlar rububiyyət tövhidində Allah Əzzə və Cəlləni təkləşdirirdilər. Yəni müsəlmanlar və kafirlər bu tövhiddə müştərəkdirlər. Uluhiyyət tövhidi nədir? İfradullaha bi ibadatihi kullihə. Allahı ibadətlərdə təkləşdirmək.
qulun öz ibadətlərində Allaha təkləşdirməsi. Yəni Allahdan başqasına dua edilməz, Allahdan başqasına nəzir deyilməz, Allahdan başqasına qurban kəsilməz. Müşriklərlə müsəlmanlar arasında olan ixtilaf buradadır. Müsəlmanlar yalnız və yalnız ibadətin bütün növlərini Allaha yönəldirlər, müşriklər isə Allah ilə yanaşı başqasına ibadət edirlər. Ona görə şeyx buyurur ki, qulun yalnız Allaha dua etməsi, yalnız Allaha nəzir deməsi, yalnız Allaha qurban kəsməsi, tam qəlbi ilə yalnız Allahdan qorxması və yalnız Allaha təvəkkül etməsidir. O halda müsəlman Allahı həm onun feillərində, yəni Allahın feillərində, Allahdan başqa ruzi verən olmadığı, öldürən, dirildən, işləri idarə edən olmadığı tövhidində, həm də öz feillərində təkləşdirən kəsdir. Yəni həm öz ibadətlərində Allaha təkləşdirən, həm də Allaha xas olan feillərdə Allaha təkləşdirən kəsdir. Müşrik isə Allahı Allahın feillərində təkləşdirən, amma öz ibadətlərində şərik qoşan kəsdir. Yəni Şeyx Rahiməhullah buyurur ki, bil ki, sənin üzərinə vacib olan şey bu 5 məsələni bilməkdir. Allah Əzzə və Cəllə Muhammed sallallahu aleyhi və səlləmi hidayət və haqq din ilə göndərdiyi zaman ona ilk buyurduğu söz bu idi. Allah Əzzə və Cəllə Müddəssir surəsində buyurur ki, Yə əyyuhəl müddəssir, qum fəənzir, və rabbəkə fəkəbbir, və siyəbəkə fətahhir. Ey örtüsünə bürünən, ey örtüsünə bürünmüş Peyğəmbər, qalx və insanları xəbərdar et, təkcə Rəbbini ucalt, və rabbəkə fəkəbbir və paltarını təmizlə, paltarını təmiz saxla. Bu ayədə Allahın xəbərdar et, qum fəənzir sözü insanları Allaha şirk qoşmamaq haqqında xəbərdar et mənasındadır. O zamanın insanları sayısız hesabsız zülm və haqsızlıq edir və bu etdiklərinin də Allaha üsyan olduğunu bilirdilər. Bununla yanaşı onlar şirki özlərinə din edir və onunla Allaha yaxınlaşmağa çalışırdılar. Allahın öz Rəsulunu sallallahu aleyhi və səlləmi onları zinadan və anaları, bacıları ilə evlənməkdən çəkindirməkdən əvvəl onları şirkdən, yəni özlərinə din etdikləri və bununla Allaha yaxınlaşdıqlarını zənn etdikləri şirkdən çəkindirmək üçün göndərmişdir. Yəni bir insanın edə biləcəyi ən çirkin, ən murdar, ən irgənc, ən şərəfsiz bir əməl onun öz ana bacısı ilə evlənməsidir. Halbuki ondan daha əvvəl Allah Əzzə və Cəllə öz Rəsulunu ondan daha əvvəl insanları şirkdən çəkindirmək üçün göndərmişdir. Yəni şirk qoşmaq, Allah ilə yanaşı Allahdan başqasına ibadət etmək, ibadətin hər hansı bir növünü Allahdan qeyrisinə yönəltmək, Allah qatında bir insanın öz ana bacısı ilə evlənməsindən daha pisdir, daha təhlükəlidir. Kim buradakı incəliyi və onların şirkini dərk edərsə, bunun nə qədər əcaib olduğunu görər. Xüsusilə onların şirki bizim zamanımızdakı insanların şirkindən daha yüngül olduğunu bilərsə, necə ki Allah Əzzə və Cəllə buyurur ki, insana bir zərər toxunduqda Rəbbinə üz tutub təkcə ona yalvarır. Sonra Allah özündən insanlara bir neymət verəndə o əvvəlcə kimə yalvardığını unudur və insanları Allahın yolundan çıxartmağa, saptırmağa çalışır. Çaptırmaq məqsədi ilə ona şəriklər qoşur. De ki, küfrünlə biraz bu dünyada əylən, şübhəsiz ki, sən cəhənnəm əhlindənsən. Zumər surəsi 8-ci ayə. Bu bilinməsi vacib olan birinci məsələ. İkinci məsələ, Allah Rəsulu sallallahu aleyhi və səlləm onları şirkdən çəkindirərkən, eyni anda onlara ibadətin bütün növlərini Allaha xas etmək mənasına gələn tövhidi əmr etdi. Allah Taalanın Rəbbini təkbir et, və rabbəkə fəkəbbir, Rəbbini təkbir et, ucalt ayəsinin mənası da budur. Bu ayə ibadəti ona xas edərək onu ucat mənasına gəlir. Yoxsa qəsd edilən şey azandakı və ya digər ibadətlərdəki təkbir deyildir. Çünki azan Mədinədə məşru edilmişdir. O halda bir kəs ixlas paltarını geyinmədiyi halda şirki tərk etməsinin ona heç bir fayda verməyəcəyini bilərsə, ixlasın nə demək olduğunu yaxşıca anlarsa, görər ki, insanların bir çoxuna ibadəti yalnız Allaha xas edin dedikdə, onlar bununla salihlərin dəyərinin alçaltmaq olduğunu başa düşürlər. Bu həqiqətən də belədir. Biz deyəndə ki, Allahdan qeyrisinə dua edilməz, Allahdan başqasına ibadət edilməz, Allahdan başqası çağırılmaz, nə bir peyğəmbər, nə bir övliya, nə bir imam, kim olur olsun dua edilməz, nə deyirlər? Deyirlər ki, bunlar Əhl-i Beyti qəbul etmiş. Bunlar İmam Əlini sevmirlər, bunlar İmam Hüseyni, İmam Həsəni sevmirlər, onu qəbul etmirlər. Tamamilə
zid bir şey başa düşürlər. Bunları gördükdə İslamın qəribliyini də görmüş olarsan. Belə ki, Allah Resulü sallallahu aleyhi və səlləm İsa haqqında o Allahın qulu və elçisidir. Allah ilə bərabər ona ibadət etməyin dediyi zaman xristianlar Muhammed İsa'nı təhqir edir, alçaldır demişdilər. Sən bunları düşündüyün zaman İslamın sadəcə bilməkdən ibarət olmadığını başa düşərsən. Belə ki, İblis və Firavun da İslamı bilirdilər. Həmçinin Yahudilər də Allah Resulü sallallahu aleyhi və səlləmi öz övladlarını tanıdıqları kimi tanıyırdılar. Deməli, İslam haqqı ilə əməl etmək deməkdir. Onun üçün sevmək, onun üçün nifrət etmək, atalarla, oğullarla dostluğu onun üçün kəsmək deməkdir. Üçüncü bilinməsi vacib olan şey isə qəlbinlə bunu düşün. Allah Əzə və Cəllə öz Rəsulü sallallahu aleyhi və səlləmi ancaq onun təsdiq edilməsi və ona itaat edilməsi üçün göndərmişdir. Onu inkar etmək və ona üsyan etmək üçün göndərməmişdir. Sən həmçinin tövhidi bildiyini iddia edən və onun Allahın və Rəsulunun dini olduğunu söyləyən kəslərin iqrarı, etirafı üzərində düşün. Onlar buna baxmayaraq bu dinə girən kəslərin qanları halal olan xavaricilərdən olduğunu, bu dinə nifrət edən, söyən və insanları ondan uzaqlaşdıran kəslərin isə haqq üzərə olduğunu iddia edirlər. Subhanallahul azim, dünən bugünə necə də bənzəyir. Buyurur ki, sən həmçinin tövhidi bildiyini iddia edən, bugünkü bu zəlalət dəvətçiləri, özlərinin sələfi olduğunu iddia edən, sələfə dəvət etdiyini iddia edən, özlərinin sələf dəvətçiləri, Allah Resulü sallallahu aleyhi və səlləmin dininə dəvət etdiyini iddia edən bugünkü zəlalət dəvətçiləri, bugünkü cəhənnəm dəvətçiləri şirk əhlini tövhid əhlindən daha xeyirli hesab edirlər. Tövhid əhlinə xavaric damğası vuraraq şirk əhlinin onlardan daha yaxşı olduğunu, onlardan daha xeyirli olduğunu söyləyirlər. Eyni Şeyx Rahimahullahın zamanındakı sapıqlar, zındıqlar kimi. Arxasınca buyurur ki, onlar şirkin nə olduğunu bilib söyləmələrinə və biz türbələrə ibadət etmirik demələrinə baxmayaraq, türbələrə ibadət edənlərin safında dayanmaqla tövhid əhlinin qanlarının və mallarının halal olduğunu inanmalar üzərində düşün. Dördüncü bilinməsi vacib olan məsələ. Bilirsən ki, Allah Əzə və Cəllə öz Rəsulü sallallahu aleyhi və səlləmə belə vəhy etmişdir. وَلَقَدْ أُوهِيَ إِلَيْكَ وَإِلَى الَّذِينَ مِنْ قَبْلِكَ لَإِنْ أَشْرَكْتَ لَيَحْبَطَنَّ عَمَلُكَ وَلَتَكُونَنَّ مِنَ الْخَاسِرِينَ. Sənə və səndən əvvəlkilərə vəhy olunmuşdur ki, əgər Allaha şərik qoşsan, əməlin puç olacaq və mütləq ziyana uğrayanlardan olacaqsan. Zümər surəsi 65-ci ayə. Şübhəsiz ki, peyğəmbərlərin şirk etməsi mümkün deyildir. Allah onları şirk qoşmaqdan qorumuşdur. Xitabın peyğəmbərə yönəlməsi şirkin Allah qatında necə əzəmətli bir şey olduğunu göstərmək üçündür. Beşinci bilinməsi vacib olan məsələ. Allah Rəsulü sallallahu aleyhi və səlləmin gətirdiklərinin hamısına iman etmək fərzdir. Onun gətirdikləri arasında fərq qoymaq olmaz. Kim onun gətirdiklərinin bir qisminə inanıb, bir qismini inkar edərsə, o bir kafirdir. Həmçinin kitabın da hamısına iman gətirmək vacibdir. Halbuki sən də bilirsən ki, bəzi insanlar namaz qılır, oruç tutur və haramların bir çoxundan uzaq dururlar. Bununla bərabər qadına mirasdan pay verməzlər və belə etməyin doğru olduğunu deyərlər. Hətta qadına mirasdan pay verən və adət-ənənəyə zidd davranan birini görsələr, bundan sıxılarlar. Həmçinin onlar cahiliyyə salamına olan sevgiləri səbəbilə İslamın məşru etdiyi Əssəlamu aleykum şəklində verilən salamı xoşlamazlar. Necə də doğru danışır. Bəzi insanlar həmin salamı çirkin görürlər. Özlərinə salam uydururlar. Salam əleykum. Deyəndə ki, Əssəlamu aleykum, onu ikrahla qarşılayırlar. Onu çirkin qarşılayırlar. Və arxasınca şeyx buyurur ki, bütün bunları edən kəs kafirdir. Çünki bu kəs günah edən və ya bir fərzi tərk edən, məsələn zina edən və ya ata-anasına yaxşılığı tərk edən, bununla yanaşı etdiyini səhv olduğunu, günah olduğunu etiraf edən kəsin əksinə, kitabın bir qisminə iman etmiş, bir qismini isə inkar etmişdir. İnsanlar buna bənzər bir çox şeylər etməkdədirlər. Etdikləri əməllərlə Allahın Quran-ı Kərimdə qoyduğu hədləri tapdalamaqdadırlar. Onlara görə doğru olan cəmiyyətdə gördükləri adətlərdir. Bir kəs Allah Əzzə və Cəllənin əmrini yerinə yetirmək üçün adət-ənənələrə müxalifət edərsə, ona qarşı çıxar və onu axmaqlıqla ittiham edərlər. Bil ki, bu 5 məsələ və yaxud bu 5-ci məsələ İslamın qəribliyi səbəbilə bizim zamanımızdakı insanların bulaşdığı ən təhlükəli məsələlərdəndir. Allah hər şeyin ən doğrusunu bilir.
سبحانك اللهم وبحمدك أشهد أن لا إله إلا أنت أستغفرك وأتوب إليك.